Hamıya salam, çox sayılı istəkləri nəzərə alaraq sizlər üçün təmizlik vlog videosu çəkirəm. Ev həqiqətən də köçdü. Nə qədər də utansam da, bu reallıqdır. Bu ev bir həftə ərzində bu günə düşür. Dəhşət çox utanıram. Amma nə edək, bu vlogdur və mən bunu çəkməliyəm. Siz məndən təmizlik vlog istəyirsiniz, mən də çəkirəm. Hər otağı sizlərə göstərirəm ki, baxasınız ev nə gündədir. Amma başlamamışdan öncə sizdən bir xahişim olacaq ki, bu videonu bəyənəsiz, 2 mənə abunə olasınız və 3 mənə rəylərdə pis sözlər yazmayasınız. Bu vlog qısa da olsa mən bu evi düz 2 saat yığışdırmışam. Və belə təmizlik həftədə bir dəfə məndə olur. Rəylərdə bildirin, bəs sizdə necədir? İlk öncə elə kuxnyadan başladım. Bizdə kuxnya studiya olduğuna görə çox balacadır. Əslində demək olar ki, bütün qablar təmizdir. Mənə əslində lazımdır bütün əşyaları yerbəyer eləmək, lazımsız zibilləri tullamaq və kuxnyanı daha gözəl eləmək. Mənə çox maraqlıdır. Siz hal-hazırda bu videoya baxırsınız və nə düşünürsünüz? Bəlkə də elə bilirsiniz ki, mən evi heç yığışdırmıram. Amma bu elə deyil. Məndə və yoldaşımda bir xasiyyət var. Nəyisə yerindən götürürük və təzədən yerindən qoymuruq. Ona görə də ev sonra belə hala düşür. Sonra dediyim bir həftə. Yəni bir həftə ərzində ev bu günə düşür. Bəs sizdə ev neçə gündən sonra yenidən çirklənir? Bu evə artıq bir aydır ki, biz köçmüşük və mən generalni uborka eləmişdim. Əslində dediyim kimi ev təmizdir. Sadəcə yenidən lazımdır silmək, təmizləmək, tozları almaq və mən bunları 2-3 gündən bir eləyirəm. Amma biraz da dərin təmizliyi mən həftədə bir dəfə eləyirəm, nə yalan deyim. Mətbəxdə bu hissəni heç bəyənmirdim. Ona görə bura belə bir orqanayzer aldım. Bu orqanayzer həm kosmetika üçündür, həm də belə mətbəx əşyalarını da yığmaq olar. Məsələn, kofe, duz, istiot. Bu orqanayzeri mən 100 TL'yə aldım. Cəmi 5 manata. Məncə 5 manata 1-2-3 dənə də ala bilərdim. Çünki indi baxıram ki, çox lazımlı bir orqanayzerdir. Bakıda olanda mənim dəhşət çox orqanayzerlarım var idi. Mən sanki orqanayzer xəstəsi idim. Paltar üçün orqanayzerim var idi. Kosmetika üçün orqanayzerim var idi. Corablar üçün orqanayzerim var idi. Hətta ayaqqabı üçün orqanayzer var idi. Məncə bu çox rahat bir məhsuldur. Görün necə də dəyişildi. Görün nə qəşəng və estetik göründü. Mən bəyəndim. İndi isə keçirik divanın üstündəki bu paltarlara. Paltarlar təmizdir. Züvədən yeni yığmışdım səhər. Bu paltarları yığıb aparacağam yataq otağına. Ondan sonra zala yığışdıracağam. Bugün havalar dəhşət isti idi İzmirdə. Mənə o dərəcədə isti idi ki və hərəkətdə idim ki, kondisioneri yandırmaq istəyirdim. Amma risk etmədim. Qorxdum ki, onsuz da tərliyəm, kondisioneri də yandıracağam və xəstələnəcəm. Xəstələnmək isə heç istəmirəm. Ona görə pəncərələri açıram və pişə-pişə evi yığışdırıram. Burada havalar elə idi ki, yağış yağırdı və birdən-birə yay gəldi. Heç yaz da yox, elə yay. Bütöv boy pəncərələri çox sevirəm. Amma pəncərələrə bütöv boy olduğu üçün bütün toz evə gəlir və stolun üstü, hər yer toz olur, çirklənir tez-tez. Mənim köməyimə hər zamanki kimi Sleepy salfetləri gəlir. Son aylardakı bu göy rəngdə olanı istifadə edirəm və yaşıl rəngdə olanı, amma sarı rəngdə olanı heç sevmirəm. Şüşəni və ya stolun üstünü siləndə sanki xət-xət ləkələr qalır. Mətbəxdə və zalda olan stulları, hər bir yeri sildim yaxşı-yaxşı. İndi isə keçirəm yerə. Yerə toz soranlayıram, daha sonra yeri siləcəm. Arxa fonda səslər gələ bilər, üzürlü sayın. Çünki naushniksız səsləndirirəm və pəncərə açıqdır. Amma məncə yenə də pulsuz səsindənsə qoy arxa fonda səs olsun. Bir də ki, sizə kurslarımla bağlı məlumat vermək istəyirəm. Son shorts videolarıma baxsanız, mən onlayn kurslar haqqında məlumat verirəm. Bu kurslar kimlər üçündür və kimə lazımdır? Bu kurslar özünə makiyaj edə bilməyən xanımlar və cavan qızlar üçündür. Hansı ki, məsələn, kosmetikaları var, amma bilmirlər necə düzgün istifadə eləmək lazımdır. Bilmirlər hansı tonal onların üzünə gedir, hansı fırça ilə o tonal kremi üzə yaymaq lazımdır. Göz makiyajını, liner çəkməyi, ənliyi tətbiq eləməyi. Bunların hamısını mən gələn ay 5 aprel 19:00-da Bakı vaxtı ilə sizlərə göstərəcəm. Daha ətraflı məlumat üçün mənim Instagram səhifəmə yaza bilərsiniz və ya rəylərdə nömrə qeyd eləyəcəm. O nömrəyə yazaraq yenə də məlumat əldə edə bilərsiniz. Və kurslarla bağlı hansısa bir sualınız yaransa, yenə də verə bilərsiniz.
Kömək üçün və mən özüm sizə bu sualları cavablandıracağıq. İndi isə qayıdırıq təmizlik vloquma. Mənə məsləhət verin. Mən bu şüşə üçün nə qədər məhsul alıram, amma şüşənin üstündə xırda-xırda ləkələr var və o ləkələr keçmir. Rəylərdə bildirin. Mən nə edim ki, bu xırda-xırda ləkələri keçsin. Sleepy salfetləri ilə silmişəm, Domestos ilə silmişəm, qaynar su ilə də silmişəm. Bu gün isə yeni məhsul almışam. Penkadır belə pıs-pıs və onu yoxlayıram. Biraz getdi, amma nə qədər də sildim, yenə də xırda-xırda ləkələr qalır. Daha sonra bu şkafdakı bəzi məhsulları yerbəyər elədim və yeri silməyi keçirəm. Burada yer laminatdır və ağ rəngdədir və burada bütün ləkələr görünür. Saçım tökülür, o da görünür. Sanitar qovşaq üçün belə bir xalçalar aldım, sərdim. Bu xalçaları da ikisini də birlikdə 100 TL-yə, yəni 5 manata almışam. Yeri silmək üçün belə bir rastvor qatıram özüm. Bir qapaq belə yumuş götürürəm və biraz da Domestos və ya məndə Duadır. Daha sonra isti su götürürəm və bu məhsulları bir-birinə qatıram və çox gözəl iyi gəlir və yeri siləndə ləkələr tez keçir. Elə bil ağ laminat qəşəngcə ağarır və təravətli olur. Əgər siz də belə eləyirsinizsə, rəylərdə bildirin. Amma eləməmişsinizsə, bunu mütləq yoxlayın, çünki yer təptəmiz olur və çox gözəl evdən qoxu gəlir. Yumuş əvəzinə və ya Domestos əvəzinə başqa məhsullar da götürə bilərsiniz. Amma ehtiyatlı olun, Domestosu çox qatmayın, çünki yerdə ləkələr yarana bilər. Klip paltarlarda yığılmışdı, amma çox az idi. Onları da atdım yumağa, çünki hava çox qəşəngdir. 5 dəqiqəyə quruyacaqlar. Mən burada artıq çox yorulmuşdum və üzümü görürsüz necə tərlidir, çünki çox isti idi. Amma nə edək? İndi isə yataq otağı. Gün ərzində ən çox vaxtı mən elə yataq otağında keçirdirəm, bu otaqda. Çünki mənim kosmetika məhsullarım hamısı bu otaqdadır. Və eləcə də videoları mən bu otaqda çəkirəm. Ona görə bu otaq aktiv olaraq həmişə dağınıqdır. Dağınıqdır deyəndə ki, ən çox burada kosmetika var. Bu otaq kosmetika otağıdır bir sözlə. Pastellər təmizdir. Pastelləri qəşəng yatağı səliqəyə salıram. Paduşkaları qəşəng qoyuram, üst dekoru da yaxşıca belə qoyuram və hazırdır. Belə bir tumba var və bu tumbada tez-tez toz olur. Ona görə sleepy salfetləri ilə bu tumbanı da yaxşı-yaxşı sildim və gəldik kosmetika stoluna. Bura məndə həmişə bu gündədir. Amma bugün də buranı belə ideal yığışdırmayacağam. Sadəcə biraz səliqə yaradıram. Çünki buranı yığışdırmaq heç bir mənası yoxdur. Mən aktiv olaraq bu kosmetikaları yenidən götürürəm, yenidən qoyuram və bura həmişə bu şəkildə olur. Sadəcə biraz olsa səliqəli kaşki olardım. Gələn videoyu isə istəyirəm room tour videosu hazırlayım sizlər üçün və burada artıq orqanayzer olacaq qara rəngdə və room tour olduğu üçün çox səliqəli olacaq. Həm də ki, qızlar, məni də başa düşün. Mən həm işləyirəm, həm burada makiyaj edirəm, həm mənim işimdir. Ona görə bura belə dağınıqdır. Gördüyünüz stolun üstündə fırçalar hələm yarısıdır. Məndə dəhşət çox fırça var. Düz 2 yekə kulok mən fırça ilə gəlmişəm Bakıdan Türkiyəyə. Mən bu fırçalarla heç cür ayrıla bilmirəm. Çünki bütün bu fırçalara o qədər pul vermişəm ki, bu fırçaları hətta sifariş edəndə o qədər belə həvəslə gözləmişəm ki, ona görə heç cür ayrıla bilmirəm. Hələm Bakıda olanda mən nə qədər kosmetika və fırça satdım və özümlə yalnız yeni məhsullar götürdüm. Hamam otağında isə belə bir polka şkaf var, amma buranı da bilmirəm nə edim, çünki burada orqanayzer lazımdır məncə. Bu məhsulları nə qədər də bura səliqə ilə yığsam, yenə də 1-2 günə səliqəsiz olur. Bu şəkildə yığdım, amma bura bir şey düşünmək lazımdır ki, bir orqanayzer olsun buradakı səliqəli görünsün. Ona görə hələ ki bu polkaya dəymirəm. Zal otağında belə bir asılğam var. Buradan da bütün kurtkaları götürdüm, şkafa astım və ev oldu təptəmiz. Ev gül kimi oldu, evdən gül qoxusu gəlir. Yalnız qalır bir dənə paltarları asmağa. Demək olar ki, ilk dəfədir belə ətraflı təmizlik vlogu çəkirəm. Əgər bəyəndinizsə, rəylərdə fikirlərinizi bildirin, yenə çəkim. Mən düşünürəm ki, həftədə bir dəfə olar belə bir təmizlik vlogu çəkməyə. Bu vlog sona çatır. Mən əslində dəhşət çox yoruldum, qızlar, xanımlar. Amma 9 dəqiqədir siz təmizlik vlog görsəniz, əslində 9 dəqiqə deyildi. Mən düz 1 saat yarım ev yığışdırırdım. Və bu dəhşət böyük paketdir və görün nə qədər zibil yığıldı bu paketin içinə. Amma hər yeri gül kimi eləmişəm, gül kimi təmizləmişəm.
İndi sanitar qovşağı məsələn unitazdır falan ayıbdır, göstərmədim, amma onu belə təmizlədim. Qazın üstünü, yəni hər bir yeri, xaladelnikin üstünü, oraları, hər bir yeri silmişəm, təmizləmişəm yeri, yəni hər yeri. Sadəcə olaraq bu şkaf qaldı və bura qaldı. Bugün məndə kurslar olacaq. Yəni bu kosmetikalar mənə elə burada lazımdır. Amma kurslar bitəndən sonra məndə burada belə bir orqanayzer var və bu orqanayzera hər bir şeyi yığmaq istəyirəm. Yəqin ki, gələn vlogda yığacağam, göstərəcəm hər bir şeyi. Amma belə ev gül kimidir. Və bura hətta yeni xalçalar da almışam. Onları da belə sərdim. Bir dənə də bu şkaf. Bu şkafın içinə istəyirəm belə bir orqanayzer alım və ya bura ki, bura məhsulları yığım. Çünki yer yoxdur həqiqətən və bir məhsulları hamısını onsuz da mən götürəcəm və yenə də dağılacaq. Bu qədər. Bu vlog sona çatdı. Evlərinizi yığışdırın vaxtında. Mən həftədə bir dəfə belə polnay uborka eləyirəm. Bu bir həftəlik bəsdir. Düzdür, indi yeri 2 gündən, 3 gündən bir pilisosluyuram. Ehtiyac varsa, ehtiyac var çünki bura dəhşət tozludur və burada bütün boydu deyə balkon güzgü. Ona görə dəhşət bütün toz evin içinə gəlir. Ona görə dəhşət çox çirk çıxdı yerdən, amma gül kimi damestislə qəşəng yumuşla sildim. Bu qədər qızlar. Dəyərlərinizi bildirsəniz çox sevinərəm. Pis rəylərdə olsa necə yaza bilərsiniz ki, siz pintisiz, evi bu hala necə salmaq ola bilər. Amma inanın mənə, əgər sizin də həyat yoldaşınız varsa, naskilərini ora-bura atırsa, yəni bu boyda pəncərə varsa, bütün külək bura gəlirsə, özü buna baxın necə çirklidir. Adicə balkon belə çox çirklidir. Çünki tozdur. Buranı mən hələm yeni silmişdim. Yəni buralar həqiqətən də dəhşət tozdur. Ona görə məncə məni başa düşərsiniz. Amma məsələn qablardır falan da gördüyünüz kimi, yəni pinti deyiləm, təmizdir. Ora da təmiz idi. Sadəcə fresh görüntü yaratdım. Bu qədər.